Makron Ermənistandan Türkiyəyə keçə bilmədi. Bakı ilə danışan Erdoğandan Fransa liderinə rədd cavabı. Report xəbər verir ki, bu barədə Azərbaycanın Azfront Telegram kanalı yazıb. Mayın 3-ü 5-də bir sıra tədbirlərdə iştirak eləmək üçün İrəvanda səfərdə olan Makron, Erdoğanla görüşmək üçün oradan bağlı quru sərhəddi vasitəsilə Türkiyəyə yola düşərək siyasi cəhətdən rəmzi jest eləməyi planlaşdırırdı. Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bildirib ki, İrəvanda özünü evindəki kimi hiss eləyir. Eyni zamanda Ermənistan-Türkiyə normallaşması başladıqdan sonra erməni həmkarı Ruben Rubinyana təkliflər eləyərkən o Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub.